Amaliya xanım, həyatda hər şeyim var, amma heç nəyim yoxmuş kimi hiss edirəm. Sizcə bu nədəndir? Bu sadə sual deyil. Bir cavab verməklə o qəlbimə rahatlıq gətirə bilmərəm. Mən ümumiyyətcə mənə müraciət edən insanların ümumiləşmiş bir obrazını yaradıb, o obraz üzərində danışacağam. O zaman cavabı tapmış olacaqsınız. Deməli, məsələn, qəbuluma gələndə eyni belə bir suallar verir ki, hər şeyim var, heç nəyim yoxdur. Baxırsan ki, təhsillidir, işi var, sağlamdır, yaraşıqlıdır, sonra yaşayış üçün evi var, bəziləri hətta avtomobili də var, müəyyən səviyyəyə çatıbdır. Amma otağıma daxil olanda onun hönkürtüsü, onun ağlamağı bəlkə də qonşu otaqlara gedir, çatır. Tam içim bomboşdur, boşam, yorulmuşam, bezmişəm. Hamıya sanki borcluyam nəyisə etməyə. Yuxularım pozulub, yata bilmirəm. Səhər yerimdən duranda hərəkət eləməyə, durub nəsə etməyə heyim yoxdur, gücüm yoxdur. Niyə beləyəm? Mən niyə bu vəziyyətdəyəm? Araşdırmalar aparanda məlum olur ki, əvvəla birinci dinləyən kimi məlumdur ki, bu insanda artıq depressiyadır. Depressiyadan əvvəl təbii ki, çoxlu streslər alıbdır. Ondan başlıca da bu insanda özgüvən sıfırdır, özgüvən yoxdur. Və daha dərin bu məsələyə baxmağa başlayanda nəyi görürük? Deməli, bu insan demotivasiya olub. Bu insan missiyasını və məqsədini həyatda tapa bilməyibdir. İnsanları ən çox narahat edən şey öz missiyasını tapmaqdır. Necə olur? İnstituta daxil olublar, yüksək maaş alır, yaxşı işi var, məsələn, deyir 5000 maaş alıram, amma elə şəkil çəkməkdən xoşum gəlir, şəkil çəkməyi sevirəm. Ona qayıdıb deyəndə ki, bəs niyə qeyib şəkil çəkmirsən? Deyir, şəkil çəkənlər, rəssamlar nə pul qazanır ki, mən qeyib rəssam olacam. O heç cür dərk edə bilmir ki, rəssam 5000 yox, 5 milyon da qazana bilər. Sadəcə onun başında artıq proqram formalaşıb ki, mən yaxşı bir işdə işləyirəm, yaxşı mənim vəzifəm var, mən orada 5000 alıram, mən 5000-dən o yana çıxa bilmərəm. Burada kök nə gəlir? Qorxu. İndi qayıdaq bayaqki məsələyə ki, nəyə görə deyir ki, məndə hər şey var, amma mən demotivasiya olmuşam, həvəssizəm, filanam. Dedim ki, bax, bu missiya və məqsədi yoxdur. Missiya deyəndə insanlar dəfələrlə özünə sual verirlər, bəs mənim missiyam nədir? Mənim məqsədlərim nədir? Əgər insanın missiyası və məqsədləri düzgün deyilsə, o özünün diqqətini yanlış şeylərə fokuslaşdırır. Yanlış şeylərə fokuslaşdıranda o enerjisini, vaxtını boşa verir. Və bir müəyyən vaxt keçəndən sonra başlayır başa düşməyə ki, onun həyatının mənası yoxdur, o rutindədir. Ona o həyat sevinç hissi gətirmir. Bu bir tərəfidir. İkinci tərəfi o sevilmir, sevilə bilmir. Hörmət hissi qazanmaq üçün fikirləşir ki, çoxlu işləməliyəm, çalışmalıyam, hamıdan yaxşı olmalıyam, yaxşı geyimim olmalıdır, yaxşı maşınım olmalıdır, yaxşı evim olmalıdır. Halbuki maşını da əldə edir, evi də əldə edir, amma yenə də içində o boşluğu hiss edir. O boşluğu hiss etməmək üçün insan özünün missiyasını tapmaq üçün bunun üsulları var. Missiyanı tapmaq üçün insan missiya və məqsəd. Çünki missiyanı düzgün tapanda, məqsədi də düzgün qoyanda başlayır pillə-pillə ona doğru getmək. Amma bəzən elə olur ki, bu pillələri düzgün divara söykəməyib. Pillələri nədir?
qalxanda gərək baxaq görək biz düzgün divara mı söykəmişik? Yəni düzgün istiqamətdə mi çalışırıq? Missiyamızı düzgünmü tapmışıq? Buna görə oturub özümüzə suallar veririk. Ən çox mən nəyi sevirəm? Ən çox mənim əlimdən nə gəlir? Nəyi edəndə mən xoşbəxt oluram? Nəyi edəndə mənim ürəyim çırpınmağa başlayır? Məndə sevinç hissi yaranır. Bu sualların cavabını tapanda insan səhər tezdən oyanmaq istəyir, hərəkət eləmək istəyir, yaşamaq istəyir. Artıq o özünün güclü tərəfini tapıb. Əfsuslar olsun ki, 80% insanlar özünün zəif tərəfini inkişaf etdirir. Güclü tərəf qalır bir yanda. Prestija görə, valideynlərin məsləhətinə görə, maaşa görə, formaya görə, rəfiqəm orada işlədi, dostum ora getdi. Bəs sənin qəlbin, sənin ürəyin nə istəyir? Sən nədən zövq alarsan? Sən nəyi edəndə xoşbəxt olarsan? Bu sualı niyəsə boş verirlər.